Which This aphrodisiac. this is also this one. Their pain, back pain, gutna pain, popu pain. Bonus. Yeah, bone. Oynaqlar, sümüklər üçün olan vasitədir. Güc vermək, enerji vermək üçün təbii. Yeah. What hormone? Man and woman have what? Həm xanımlar, həm də kişilər istifadə edə bilər. Enerji verirlər. Bu Bunlar da bilirsiniz nədir? Deyil, Bunlar tablikadır. Atırsan yeməkdən sonra elə bir beli incəldir. Məsəl üçün köynək giyinirsən, yəni arası falan düymənin arası açıq qalanda bu tablikalardan atırsan beli Burada belə görüb bu baldır. Cemdir. Mango cemi bu. Mango cemi, mango cemi. Burada gördüyünüz gerçək Pakistandan gəlir. Bunlar Pakistan istehsalı qidalar. This black. This is headache, pain. When disaster grip, they can use it. Multivitamin 100% natural from Himalaya, from India. Hindistan Himani şirkətinin diş geli var. Tərkibi müxəkkilərdir. Müxəkkili diş geli. Himani şirkətinin Boroflus adlı kremləri əvvəl məşhur idi. 400 qramı 8 manat. 8 manat keyfiyyətli məhsul, Pakistan məhsulu. Pakistanda argan yağı. Onda burada böyüyü var 15 manat. Bu qədər argan yağını mən 70 manata görmüşəm. Şəhərlə bağlı marketlərdən birində adam demirəm. Amma burada cəmi 10 manata. 10 manata da belə. Krem kimi olan ətirlərdir. Həm kişilər, həm xanımlar istifadə edə bilər. Dəriyə. Strong. Sarı kök. How much gram? Neçə qramdır? Half kilo. Yarım kilosu. Price 15. 15 manata yarım. Today, then here mention every price because no new Malbu setting will be down with sale. Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda keçirilən Hindistan festivalına gəlmişəm. Nizami Kino mərkəzində festivala daxil olacağam. Festivalla tanış edəcəm. Videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanala abunə olun. Belə maraqlı məkanları bir yerdə kəşf edək. Burada belə düyələr var. Basmati rice. Basmati deyilsi 908 qramdır, 10 manatdır çəkisi. 10 manatdır, 9 qram, 80 qramdır çəkisi. Hindistan'da. Original from India. Which region? We are here write everything. Hindistan hansı vilayətindən olduğunu soruşdum, biləsin. Hindistan hansı vilayətindən olduğunu soruşdunuz. Yəni dostlar, bu cür maraqlı videolar üçün mütləq videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin və Hindistan sərgisidir. Yəni Hindistan məhsulları satılır burada. Videonun sonunda yəni ki, tapdayı bunlar deyəcəm, necə gələ bilərsiniz bura. Hindistanın Madras State, Madras ştatından məhsuldur və for pilav, this is good. Yes, for plow that is long. When you make plow, his size will long. Deyir ki, plov üçün toparladır və bişəndə biraz da uzun olur da, forması daha sonra burada. This is also basmati, jasmine rice. That price no, we open new. His price is after some time will be declared with sale in the new. We put here everything. For example, which price have 3 manat do with the Indian. What is this price? This price is 10. This price also 10. Bu da 10 manatdır. Bu 1 kilogramdır. 1 kilogram. Premium keyfiyyətli Hindistanın basmati deyilsi jasmin. Burada sarı kök gördünüz. Kurkuma, I think, yeah? Yes. Bu sarı kök. How much gram? Neçə qramdır? Half kilo. Yarım kilosu. Price 15. 15 manata yarım kilosu. Sonra burada bir maraqlı məhsul var belə. Bir sonraki bu ay neçəsinə kimi davam edir? Yəni gəlib ala bilərlər də buradakı. Ay 23-ə kimi burada. Till 20. You come if you come after 2 days,
then here mention every price because no new mal we setting will be down with sale. Siz deyin, istəsəniz mən deyim. Yəni bir-iki gündən sonra daha geniş çeşidli məhsullar qoyulacaq və üzərində qiymətləri də yazılacaq. Biz indi çəkdik ki, dəqiq və endirimlə olacaq qiymətlər. Burada böyle bir şey yok. Biz turmeric powder, siz video necə? Hə, bu da sarı kök. Sarı kökü. Mesela burada. Qiyməti necə oldu bunun? No, that is qimat not because qimat after very we right. Hə. Hələ yaşamışıq deyə. Biz indidən tamaşaçılar məlumat tutsun deyə, yəni gəlir. Yani bura hardasa bir gəlsinlər. 30 bin, 40 bin, 50 bin adam baxacaq. Hamı gəlmək istəyəcək bura. Yəni indidən bilsinlər, Burada Çünki bunlardan açıq. bunlar burada heç yerdə satışda yoxdur da, ancaq bu xüsusi oradan gəlib, bu sərgi üçün oradan gəlib. Dadına baxmaq üçün yəni. Ancaq sərgi günləri oldu. Hər il sərgi keçiləndə olur. Başqa yerə satılır yəni. Ancaq burada orijinal. Yəni ki Hindistan məhsulunun dadına baxmaq istəyirsən mütləq gəlib burada ala bilərsiniz. Ayın 23-nə kimi davam edir. ədviyyat qarışıqdır da, deyəsən bu toy əti ilə vurmaq üçün. Bu nədir? Masala deyirlər, amma Hindistan ədviyyatıdır. Ədviyyat qarışımı Bunlar soyulmalı olan. ət məhsulları üçün olan ədviyyat qarışımı, Bu ət masalar. masaladır. Görə bax orada. Tərkibində nələr var onu yazır. Ingredients yazır bəli. Koriander, keşniş tumudur, sonra qırmızı çili, kumin, qara istiot, qurudulmuş zəncəfil, sarı kök, sarımsaq, soğan, hil, fenugreek, mixək, bir sıra başqa ədviyyatlar. Çox hamısını var saymalı. tərkibində. Bu da onların Balaca olanlardır. kiçik ölçüdə olanlardır. Onlar demək olar ki, eyni yemələr. Burada nədir bu belə? Bu Himalay Himalay düzü düzü, bax, bu orijinal Hindistandan öz istehsalı olan Himalay düzü. Bizdə bir çox marketlərdə başqa ölkələrin alıb qablaşdırdırlar, amma bu orijinal Hindistanın özü və toz halında üyüdülmüş. bir nəfər deyirdi ki, bir nəfər yazmışdı ki, bu Rusiya Himalay düzü istehsal eləmir. Rusiya ki, bu birisi ölkədən alır, mən də bilirəm istehsal eləmir. Özü qabdaşdırır, yəni ki, satır. Yəni mən də onu bilirəm ki, Necə ki, Himalay- Ceylon hə. çayını alıb qablaşdırırlar, onun kimi də kakao məsəl üçün Moskvanın istehsal etdiyi kakaolar var. Onlar kakaonu tropik ölkələrdən alıb qablaşdırırlar. Bu Himalay düzü də həmin qəbildə. Yəni ki, yəni elə o demək deyil ki, yəni ki, hə, Rusiya kakao Rusiyada bitir. Yəni ki, başqa ölkədən alır, bir dənə ölkələrdən istehsal edir. Yəni bunda 400 qramı qiyməti 15 manatdır, 400 qramı. Orijinal Himalay düzü. Himalay düzü bilirik ki, bundan tənəffüs yollarının xəstəliyi vaxtı da bu inhalyasiya yolu ilə, yəni o suda qaynab olan buxarı ilə nəfəs alaraq qrip kimi tənəffüs yolları xəstəliklərinin müalicəsində də istifadə olunur. Belə yeməklərdə də mineral tərkibi çox zəngindir, çox İstifadə faydalıdır. oluna bilər. Sonra burada gördüm var, Hind çayı var. Bunun haqqında məlumat verə bilərsiniz. Bunlar ədviyyatlı çaylardır. Bunlar sadəcə qara. Bunlar ədviyyatlıdır, bunlar sadə qara çaydır. Bunlar ədviyyatlı. Bunlar sadə qara çaylardır. Bunlar da sadə qara çaylar. Bunlar da sadə qara çaylardır. Earl Grey bu bergamot ətri ilə olandır. Bergamot ətri olan. Qramı burada nə qədər demək? Təzəgən qalsın. Onlar da 200 qram 200 qramı neçə manatdır? 15 manat. 15 manat. Bunlar da Bunlar da 15 manatdır. Hindistan çaylarıdır. Orijinal Hindistan çayı buradadır. Gəl baba. Hindistanın özündən gətirilib. Hindistan özündən gətirib qablaşdırması falan. Yəni başqa marketlərdə yoxdur, ancaq buradadır. Hindistanın Assam əyalətinin çayı. Bu paketlər yoxsa necə? Yox, paketli çaylar. Amma bəlkə halda elədir ki. Inside yes, inside package. Vakum paket. Vakumlaşdırılmış paketlərdir. Ona görə This type packet inside. ya o tipdə paketdə amma vakum şəkli ilə də olunub deyə belə ölçü şəklində bərk kimi görünür burada. Burada gördüm xanım, bu nədir? Bunun qiymətini deyək. 15 manat. 250 qramdır, 15 manatdır. Var elə. Bunlar istiyor. Qara istiyor. Üydülməmiş. Hə, üydülməmiş Hindistan ədviyyatıdır. 8 manat, 8 manat. One package 8 manat. Hə, bir paçkası buna. Yəni bütöv qutu yox, yəni bunun bir paçkası paçkası. 8 manat.
Hə, Hindistan hissiyotudur, ədəbiyyatıdır. Sonra Hind Yəni bu üydülmüşdür, powder. hə, üydülmüşdür. Üydülməmiş var, üydülmüş. Hə, həm üydülməmişi var. Powder yazılan yəni Pakistan'da kim istəsə üydülmüşünü, kim istəsə üydülməmişini götürdülər. Bu da orijinal Hindistan məhsulu. Bir də belə böyük qablarda Düylər var. yox, sarı kök də deyəsən. Sarı köktür. Orada 5 kilo var yəqin ki. 5 kilo. Neçəyə düşür 5 kilosu? Sərginin birinci günüdür, hələ mallar tam yığılmayıbdır. İndi ayın 23-nə kimi davam edəcək, hələ burada mallar lap çox Biz 2 olacaqdır. gün sonra yəni qiymətlər də üzərində olacaq, endirimli qiymətlərlə satılacaq. Aha. Öyrənirsən. Niye bunu alıp eve götür? Burada yapsanız içeriz en azından. Satın alın. O ma billah ayma bizda belayla şey yok. Hello bro. Could you inform about products? Okay. For example, for what? This is for religious thing. This is we keep in our temple. Everything included in this. This is Mahadev, this is tortoise, this is our God. And we keep it in our temple. Din aksesuarları. Yeah. Hinduizm. Hinduism. Hinduizm dinine ait olan aksesuarlar. Price The price 30 manat. 30. 30. Ha, 30 manat. 30 manat tamam, Hindistan'da doğru. And this from this metal. Made from simple metal. Made from copper. Copper, ha, original copper. Original copper. Hamısı orijinal Misdən metal. alınmışdır. And this is This is interesting. also a religious thing. This is 7 chakras. Bu da Hinduizm dinine ait olan aksesuarlardır. Prices. This Yes, yes. 35. Ha, 35 manat. Sonra burada Maraqlı onun için bir de. Hindistan ətərləri var, məsəl üçün buradadır. Şimdi. This is original atar. Ha, parfüm. Atar. Non-alcoholic atar. Aha. Yeah. Ətirlərdə alkoqolsuzdur. Ha, Homzayn, öyle biraz perfumes. Aç, içində içən baxım o. Onlara çok. This price 20 manatdır. Can you open and we want to smell and inform. Çok güzel ve şərqin qoxusu. Süperdir. İsterim Strong. evet, çok Okay, try it. güçlü tüm tatlılar çok güzel. Çok güzel. Çok güzel aklı var. Çox belə möhtəşəm bir ətr iyisi var. Also Right. perfume. Bunlar da parfümlerdir. For women. For everyone. This is like cream. Yani krem kimi olan ətirlərdir. Həm kişilər, həm xanımlar istifadə edə bilər. Dəriyə çəkilir. Yəni çok güzel ətri var, həm də krem. Süper. Süper. Ətirlər çox. This is for temporary tattoo. This is tea. Mendi. Temporary tattoo. Ha, bir müvəqqəti tatu olur. Müvəqqəti tatu kimi naxış vururlar elə ondan da. Bundan yəni buranı kəsirlər, sonra belə Hint qız. Həna. İngilizcə henna. Henna. Təbii xınadır. Yəni Hindistanda gördüyü xanımlar əllərində belə naxışlar edirlər. Especially women, yeah. Especially Tabii. for Yani temporary sanırlar. tattoo. Bu müvəqqəti tatu da deyirlər, değil mi? Bunu prices 2 manat. Mənim 2 manat. Mənim 2 Belə manat. ki, çox ucuz qiymətə, orijinal Stays for xına 30 days. və 30 gün qalır. 30 gün qaldı. Bunun belə burada iynəsi var, bunun belə çıxarır. Buradan to put out and use and then belə sonra buradan bağlanır. Cəmi 2 manata orijinal Hindistan xınası müvəqqəti tatu kimi istifadə olunur. Ayın 23-nə kimi buradadır da. Ayın 23-nə kimi buradadır. It is 23rd March every day you are here. Yeah. Yes, və ayın 23-nə kimi hər gün buradalar. Sonra bu saatlar belə gözəl. Yəni elə bu gün də yasa vaxtda gəlib belə 8 manat var, gözəl hədiyyəli saatlardan ala bilərsiniz. 20 manat. 20 manata. 20 manatdan Hindistan saatları. This This is all religious. This is glass. This is not original.
Sonra burada böyle Kajol. Aha, surma. Surma. Hə, bu sürmədir, yəni qaş göz üçün xanımları. Yəni 8 mart qabağı yaxşı hədiyyəlik xanımlar üçün gözəl orijinal bağa Hindistan bilərsiniz, bu gün məhsulları. Tomorrow 8 March for women people can buy for to gift women. Yeah. So bu da maraqlı. Is this price? 5 minutes. Səmi 5 manat. 5 manata orijinal Hint. Bu nədir? Bu tez hazırlanan Hint marketləri. Hint belə lapşa eriştəsi. This is very good noodles from India. Orijinal birbaşa Hindistandan gətirilmiş. These products are not sale in market. Only here. Bunlar heç bir marketlərdə belə satışda deyil, ancaq Hindistandan gətirilib. Biz yalnız bu sərgi vaxt satılır. And prices are 7 minutes. 7 manata. 7 manatadır. Keçək. Çok güzel. Şöyle. Ha, sari deyirlər olar. Hə, sari başqadır da dona deyirlər. Hə, sariləri, sari geyimlər olacaq. Bunlar Hindistanların geyindiyi yubkalardır. Yubka yəni ətək Azərbaycanca. Made from wool or silk. 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 Hə, ipəkdəndir. Yəni, bunlar ipəkdən hazırlanır. Price 15 manata təmiz ipəkdən Hindistan məhsulu olan xanımlar üçün olan yubkalar, hindisulu. Thank you bro. Thank you bro. Bu belə maraqlı bir məhsuldur. Qablaşdırması belə deyil. Oynaq ağırlar üçün də o deyəsən. Tam təbii məhsullardan hazırlanır. Tam təbii məhsullardan hazırlanır. İçində də belə oynaq ağırlar üçün yağ. Aha. O qiyməti neçə oldu? Bunun qiyməti 5 manatdır. Cəmi 5 manatdır. Güzel keyfiyyətli məhsul. Üçün də belə Cəmi 5 məhsul manat. Hindistan istehsalındır. Yəni masaj üsulu ilə dəriyə çəkilir, oynaqların üzərinə çəkilir. Masaj yağıdır. Masaj yağıdır, oynaqları, yəni ki, xeyir, bədənə. Tərkibində demək darçın yağı var, mixək yağı var, evkalipt yağı var. Belə. Maraqlıdır. Maraqlı məhsuldur. Sonra Sonra orijinal misvaklar, diş pastalarda bunlar misvaklar. Tam bu. Diş ağardır, duşa vardır. damağı qidalandırır, Ha, qanamanın qarşısını alır. Həm tərkibi həm misvak, həm də ki təbii bitkilərdən, digər təbii bitkilərin əlavələri var tərkibində. Bu neçə olur belə bu? Bir dənəsi? 10 manatdır bir dənə. Sonra Tərin qarşısını alır. nədir bu? Tərləməyə qarşı Tərləməyə qarşı vasitədir bu. Sonra məsəl üçün tərkib bax, burada var belə kokos yağıdır. Kokos yağıdır. Çox bu kokos yağıdır məsəl üçün. Bəli. Bu neçədir belə? 15 manat. Bu nə üçün istifadə olunur? Bu? Kosmetik vasitə kimi istifadə olunur. Yəni dəriyə çox böyük xeyri var. Bu da hansı ölkənindir? Hindistan. Hamısı Hindistan Hindistan məhsulları. məhsullarıdır bunlar da. Sonra Pakistan və Hindistan məhsulları. Hindistan məhsulları. Pakistan və Hindistan məhsullarıdır. Sonra burada da belə maraqlı misvak var. Əsl orijinal misvak. Bu neçədir? Misvak. Belə orijinal misvakdır. Neçə? 10 manatdır. Natural misvakdır. Hindistan istehsalı. Belə qablaşdırma da var. Kakos. Bu da kakos yağıdır. Belə bu neçədir? Hint qozu yağı. Bu 8 manatdır, ucuzdur. Sonra belə maraqlı burada Məsələn, üz yumaq üçün geldi. Və tərkibində keçi südü ekstraktı da var. Çox keyfiyyətli məhsuldur bu. Onun əlavə olaraq burada da var. Üzü fərqləndirən, qidalandıran. xanımlar üçün ən yaxşı hədiyyədir 8 manat üçün. Bu qiymət neçə olur? Keçi südü ilə olan. 18. Hə, 8 bu. Cəmi 8 manat. Cəmi 8 manatdır. Sonra bax belə xanımlar üçün burada kremlər var. Gül ekstraktıdır. Nədir bu? Üz yumaq üçün gəldi ha bu. Üz yumaq üçün gəldi, bunu maraqlı. Sonra nə var maraqlı məhsullardan burada? Burada həssas və normal dərilər üçün nəmləndirmə. Həssas və normal dəri üçün nəmləndirici krem. Bu dərini nəmləndirir də. Bəli. Bu Pakistan istehsalıdır. Bəli. Pakistan istehsalıdır belə. Bu normalda o həssas. Ha, bu həssasdır, bu normal dərilər. Həssas dərilər üçün bunlar sadə, normal dərilər üçün. Normal dərilər üçündür. Bir də belə təbii saç üçün argan yağdır. Argan yağı burada da var. Bəli, bu Mərakeşdə yetişən argan bitkisindən əldə olunur. Bildiyimiz kimi ən gözəl, ən keyfiyyətli argan bitkisi Mərakeşdə, Afrikanın şimalında Mərakeşdə yetişir. Hətta ən məşhur
yağ istehsal edən fransız bir şirkət var. Onların da xüsusi plantasiyalar var. Mərakeşdə açırlar o zavodlarını, istehsal yerlərini. Oradan alırlar. Mənim bir çox dostlarım arqan yağ axtarırdı. Yəni ki, natural o satışdan xeyirdir. Satmaq olmurdu. Yəni ki, burada maki var. Fürsətdir, gəlib götürə bilərsiniz. Mərakeşin arqan 200 yağı. millilik qablaşdırmada. Aha, 200 millik qablaşdırmada. Sonra burada maraqlı var belə. Bu da arqan yağlı şampundur. Maraqlı bir şeydir. Təkmində arqan yağının şampunu. Şampundur. Sonra. Bunlar neçədir xanım? Bu neçə oldu arqan yağı? Onda burada böyüyü var 15 manat. Yəni bu qədər arqan yağı da mən 70 manata görmüşəm. Şəhərlə bağlı marketlərdən birində adam demirəm. Amma burada cəmi 10 manata. 10 manata da belə. Təbii keyfiyyətli, münasib qiymətə. Burada bir neçə əldən keçib satılmır da, birbaşa gətirilir, satılır. Bu xanım, bu da şampundur, zeytunlu. Bəli, zeytun. Zeytunlu şampundur. Bu Kəraçi, Pakistanın Kəraçi şəhərinin istehsalı. Kəraçi şəhərində Pakistanın. Sonra burada var qara maska var belə. Kömür var, qara kömür maskası da desən. Bu bəli. Üzdə Qara nöqtələrin yağlar var. üzü təmizləyir, peeling edir, nəmləndirir, ağardır, Bəli. tonallaşdırır belə. Ha, çox maraqlı məhsullar var. Ha, burada sonra qara sürmə var. Sürmə. Sınadır 2 manatdır. Burada da təbii xınadır 2 manatdır, 30 gün qalır deyəsən bu. 30 gün qalır, təbii xınadır. Və müvəqqəti tatu kimi də istifadə edir. Yəni xanımları da çox Bəli, alışlar edir ondan. Burada belə görüb bu baldır. Cemdir. Mango cemidir. Mango cemi. Burada gördüyünüz gerçek Pakistan'dan gelen. Bunlar Pakistan istehsalı. Pakistan qidalar. Bizdə tamaşaçılar yüzlərlə komment yazmışlar ki, Pakistan məhsulları olan bir yer tapın, onların məhsulu çox keyfiyyətli, yaxşı olur. Nəhayət ki tapdı. Bəli. Pakistan istehsalı olan mango cemi. Mango cemi. Mükəmməl. Mango bilirsiniz ki, Pakistanda geniş yayılıbdır. Bu neçə oldu? Bəli. 5 manat. Cəmi 5 manat. Cəmi 5 manata mango cemi. Çox ucuz qiymətlərdir yəni bunlar. Sonra bu nədir belə? Bu da jelibonlardır, Pakistanın jelibonlarıdır. Konfetlər filanlar bunlar hamısı Bu da ki çeviksiz fason bir şeydir. Peçenyalar, çubuklardır. Bu da maraqlıdır. Bu nədir belə? Nədir? Konfetlərdə Mangolu. içi belə şirni ilə doldurulmuş. Sonra belə abur cuburlardır, Pakistan istehsalıdır bunlar. Bunlar neçədir belə? Ki burada standart qiymətlər neçədir? Yəni konfetlər 20 qəpik, 30 qəpik falan belə olur. Hə? Bunlar 3 qəpik oldu, 5 manat oldu. Ha, bunlar 5 manatdır, hə, konfetlər. Bunlar 20-30 qəpikdir. Bunlar əvvəl var idi. İndi yoxdur Azərbaycanda. Bunlar əvvəl var da. Şeydir də bu, yopi kimi bir şey. Bəli. Mango. Mangolu maraqlı belə suya qatıb içirsiniz, sezonu gəlir indi. Yəni Allah verəsiniz onu. Eyni şeylər yoxdur. Hə, qablaşdırma da var. Qapısı da buradadır. Konfetlər, mangolu, Mango sosu var. masala. Bunu da göstərim. Belə gözəl sosu. mango sosu, mango Sirop. sosudur. Sos. Aha, mango sosudur. Mango sosu ədviyyatlar və mangodur tərkibi. Bunun qiyməti neçə olur? 8 manat. Cəmi 8 manat. Neçə qramdır burada? Yəni yarım kilo desən. Qramdır. 400 qramı 8 manat. Cəmi 400 qramı 8 manat 8 manat. keyfiyyətli məhsul, Pakistan məhsuludur. Pakistan məhsuludur. Üstünü qarşılanan şampunlarımız var. Daha sonra burada baxın. Bu saç sökülməsinin qarşısını alır. Saç uzadır. Burada şey özünü istifadə edir. Bu şampundur. Bu da saç tökülməsinin qarşısını alır və bərkidir. Dərinin saç dərisinə qidalandırır və bunu masaj edirsiniz. Aha, saç dərsin. Bəli. O belə eləyəndə oradan tökülür suyu, yoxsa? Yox. Hə, sarıqlıdır. İnsanlar takılır. Qiymətləri neçə olur? 15 manat əmin olur. Təbii bitkilərdən. Bu isə 12 manatdır. Bu isə 12 manatdır. Maraqlı. Kaç istehsaldır. Sonra burada
Bunu da istifadə edirəm çox. Nemlendirici. Bu da nəmləndiricidir, biraz sərinlik bəxş edir, yəni saçacaq. Bir dənə xanım. Bu da üzü nəmləndirən. Ha, bu da üzü nəmləndirən kremdir. Böyle güzel sabunlar var. Yani belki müşkten olan, badamdan olan, udul hindi ile olan, sonra müxtəlif ədviyyatlardan olan sabunlar Bu var. nə kremdir? Yağdır. Dəri üçün, Dər üçün də bu da. Bəli, bəli. aknelere karşı, fillere, pirişkilere karşı. Yani. Bu balqabaq yağı. tumunun yağı. Bu da çoban yastığı yağı da var. Qarazirə yağıdır, sonra ramaşka yağı. Ramaşkanın çoban yastığı yağı. Bırakısı. Qarazirə topumudur. Karazizre tohumu yağıdır. Sonra badam sabunu var. Maraqlı məhsullar var. Sonra belə kremlər var burada. Kastor bitkisi ne içindir yani? Kastor yağı. Kastor ne için istifadə olunur? Burada ərik kremi də var. Udadır satın dibin qızaqlar. Masrafı var mı şeyler? Bəli bax. Maskamız var. Ha, başqa nədir görürəm? Bəli. Üzdəki çəklər ləkələr üçündür və C vitaminlər təşkil olunub, üzü qidalandırır. Üzü qidalandırır. Bayağı. Bir de Hindistan Himani şirkətinin diş geli var. Tərkibi müxəklərdir. Müxəkli diş geli. Himani şirkətinin Boroflus adlı kremləri əvvəl məşhur idi. Çox güclü, dəri üçün çox yaxşı bir vasitə idi. Dişlərini eləyir. Bu dişlər üçün. Belə masaj kremi də var. Ballı masaj kremidir. Bal, sütlü masaj, badamlı masaj. Sonra maraqlı yəni orijinal məhsullar var. Çox maraqlı məhsullar var. Gəlib ala bilərsiniz. Yəni siz burada olacaqsınız da 23-nə kimi. Xanımı görsəz, yəni tanısınız, gəlin bu vitrindən alarsınız. Göstərdiyim vitrinlərdən gəlib alarsınız. Burada da bir məsəl üçün bal tərkibli dəri üçün kremdir, bu da ağardır. Maraqlıdır, maraqlı məhsullar. Bu nədir belə? Bu da ki sarımsaqlı saç şampunudur da bu. Saç yağıdır. İlan şampunu var burada. Adı belədir. Adı belədir. Yəni bunun tərkibində jenşen ekstraktı var. Jenşen də bir iki həyat bitkisi kimi bir şeydir. Belə tanınır. Saç tökülməsinə qarşıdır və tərkibi jenşen ekstraktı. Jenşen ekstrakt. Qiymət necə olur? 18 manat. 18 manat. 18 manata Hindistan sərgisində ilan şampunu. Belə göstərin. Ha, göstər. Sadə də, yəni uzadır da. Həcm dəbsəyini saçın. Vitamin E, dəri üçün vitamin E. Kolagenlərdən. Bunlar kapsulda içmək üçün desəniz. İynə baxa bilərsiniz. Baxın iynə. Gözəl bir şey var. O vaxtı Güzel ətli var yəni. Dəri üçün belə deyək, E vitamini. çəkinə ilave edəcək. O Hindistan içi. Bəzəndə belə bir Qaragilə ilə orası. tərkibi yox. Üzüm tumu ekstraktındandır. Bu da dəri təmizləyir. Şampun var, zeytunlu şampundur. Çox güzel. Bu panım da çıradı, yəni yaxınlaşıb panımdan ona sərsiz göstərdiyi məhsullar, vasitələr, qidalar. Sağ ol, təşəkkür ederim. Take a video for our YouTube channel. Okay, great. We want to ask products how to use and pricing to that way. We got our subscribers, they want to know Indian products. That is very good. Okay. We have all these natural products from India. Bunlar hamısı Hindistandan gətirilmiş orijinal məhsullardır. For example, bunlar for what they use? That is a face cream. It's made by rose cream to clear in the face, and it's nourishing creams
shampoo, natural Himalayan. Sorry, I will translate to Azerbaycan language. Okay. And then, bu Qızılgül ətirli üz kremidir dedi. Price how? It's 10 minutes. 10 manatdır cəmi. Fitovitaminli kompleksdir. Sonra this Himalaya Center Daily Natural Price. Bu belə deyək də Hindistan istehsalı olan şampun. How much price? 10 minutes. 10 manat. For how what kind of hairs? This for All hair. all types of hairs. Bütün yes. tip saçlar üçün uyğun gəlir yəni bunlar. It's a gentle daily care. I mean, you can use daily use. Hə, gündəlik istifadə olunur. Bunlar aloe vera face wash, üz yumaq üçün aloe vera tərkibli nəmləndirici. Tərkibində aloe vera və yağ istifadə olunur. Hindistan'da aloe vera geniş yayılıbdır. Mağaza şekerli bu. Bax, nə bu bunun kimi şeydir. Ha. It's 25 minutes. 25 manatdır bu. 25 manatdır bu. 25 manatı. Bu da aloe tərkibi. Inside ingredients Yeah, it's a neem. neem. Neem is a natural tree found in India. That is anti-acne cream. And the aloe vera gel. Yeah, face wash. Ingredients neem tree and Neem. turmeric. Yes, neem and Ha. turmeric. Tərkibində Hindistan'da bitən neem ağacının yarpağından istifadə olunur və turmerik, yəni sarı kök deyəsən. Bunlar da üz yumaq üçün for face wash, Yes. üz yumaq üçün istifadə olunur. Price? That will remove the pimples. Ha. Pimples remove. Yes. Pimples. Yes. Yes. Üzdəki çilləri, sızanaqlara qarşı mübarizə aparmaq üçün də gözəl vasitədir. And price 15 minutes. 15 manat yəni. Tərkibi 15 manat. Hamısının fərqi olmur. Belə o yaxşıdır hamısı. Nourishing skin cream, light on Skin cream. That is made by aloe vera. Tərkibi Hind kino ağacı, aloe vera və qış ağacı, vintage, qış gilası, qış vişnəsi də belə deyək, onun tərkibi. Nourishing skin bu xanımlar yaxşı bilər də bu necə istifadə olunur, xanımlar bilmək istəyir. Bu elə kremdir də, bizdə necə dəri kremi. Həm üz üçün, həm əl üçün. Həm əl üçün, yəni istifadə oluna bilər. Ha. Sırf kremdir, bunlar sırf üz yuma gelləridir. Aha. Wash, face wash, amma bunlar kremdir, dəri, skin krem, dəri Bunların krem. qiyməti nə olacaq? How much? 15 minutes. 15 manat. Bu da 15 manat. Bəli. 15 manat bəli. Sonra belə maraqlı məhsulları ashwagandha bilirsiniz. Bu ashwagandha Ashwagandha tablet. ashwagandha That's a natural, made by natural herbs Oh. by ashwagandha. It helps to for the immunity, and also it will help to relieve stress. Bu təbii ədviyyatlardan, bitkilərdən hazırlanmışdır. Adı ashwagandha tabletlərdir. İmmuniteti gücləndirir və stres azaldır. İnsanın yaxşı təsir edir. Bunun qiyməti nə? Price? How much? 20. 20 manat. Hə, bu da 20 manat o. Hamısını çəkmək olmur. Çox Ən maraqlı sendir məncə bu buradadır. Aha, daha çox xanımların maraqlı Bunlar da göstər. tırnaq parıldatıcıdır. Hə, pilkalar da. Pilka deyil, Ha. sırf pilka deyil, tırnağı parıldatmaq üçün. Hə, zərli parıldadır işte. Hə, hə. Ha, belə istifadə edir. O dırnağı belə Baxın belə. Belə eləyirsən, tırnağı Aha. üstün parıldadır. zərli Bəli, parıldadır, bəli, görkəm verir. parıldadır tırnağı. Yəni sırf pilka deyil də. Ha. Xanım özü başa düşəcək, Ha. biləcək. Belə istifadə edirsən, sürtürsən tırnağı üstə, tırnağı parıldadır. Yəni qəşəng bir şeydir. Mən bundan özümdə almışdım keçən səfər sərgi olanda. Elə bu oğlandan almışdım, hələ də istifadə edirəm. Yəni qəşəng Bu qiyməti neçə oldu? qiyməti bunların 15 manat. 15 manatdır Bəli. biri. Bəli. Sonra belə Bunlar da şampundur. Yəni həm xanımlar, həm kişilər də istifadə edə bilər. Amma düz üstündə xanım şəkli var. Aha. Amma həm xanımlar, həm də kişilər də istifadə bu edə şampunun yanında saçı qaraldır deyəsən. Yox, rəngli saçlar üçündür. Hair Ha. color, rəngli saçlar üçündür. Qəşəng şampundur. Ha. Hind şampundur da, onlara məxsus Ha, bir şampundur. Rəngli saçlar üçün. Ha. Bu neçə olur belə bir paskası? This is how much? 10 minutes.
10 manat, 10 manat, 10 manat. Sonra bu iOS-nin Bunlar da bilirsiniz nədir? Bəli, Bunlar tablitkadır. Atırsan yeməkdən sonra elə bir beli incəldir. birinci aldı. Məsəl üçün köynək giyinirsən, yəni arası qalan düymənin arası açıq qalanda bu tablitkalardan atırsan beli slim body'də beli incəldir. yəni Onun bu üçün. ümumi arıqlama yox, sadəcə lokal bəli, arıqlama, bəli, sırf beli incə, Beli qarın incəldir. bölgəsindəki piyləri azaldır Bəli, sırf. bəli, beli incəldir ki, məsəl üçün bir şəkildə də göstər. O xanım məsəl üçün Bu video xanımlar üçün ideal bir video olacaq. Ona görə bəyənin. bəli. Bəyənin. Yəni daraldır, beli incəldir. Paltar daha rahat olsun da. Yəni. Bu ancaq Bəli, bəli. içəndə el orada. Tablitkadır, bəli. Ömürlük getmir də bu. Yo yo, tabletkadır, o paltar çiniz. Hə. Yəni qiyməti necə olacaq yəni? Bundan yalnız bir dənədir. Bundan bir dənə how much? 25, 25 manat. 25 manat. Ancaq bir dənə qalıb. Bir dənə qalıb. Bir dənə qalıb, kim tez gəlsə o alacaq. Gəlin alıb. Dənə. Yəni bu da Himalaya şirkəti deyəcəm, çox keyfiyyətli Hə. brend şirkətdir. Belədir. Hindistanın. Sonra belə bir Onlar da ətir. bilirsiniz nədir? Yağdır. Tam təmiz yağdılar. İstəyirsiniz açın. Yəni tərkibində parfüm suyu, alkohol falan yoxdur. Sırf təmiz ətirin yağ. Bəli, sırf ətirin özüdür. Bəli, bəli. Təmiz yağdır. Dəhşət gözəl ətri var yəni bunun. Süper iyisi var. Təmiz yağdır da yəni. Əladır. Təmiz yağ. Yəni dükan bazarda satılan ətirlərdən çox böyük fərqi var bunun. Ha. Hindistana səyahət etmiş oluram. Elə bir adam Hindistana səyahət edirsən, eləyəndə. Bunun nə qədər də qiymət olacaq? How much? 10 minutes. 10 manat. Səmin 10 manat. Səmin 10 manata Manatın qiyməti də əslində yaxşı. Bildiyimiz kimi belə kiçik qutularda 1 qram cəmi ətir istifadə edirlər. Ona parfüm parfum suyu suyu qatılır da. Burada təmiz. Amma burada bunun hər damcısı yağın, ətirin yarğınal Amma özüdür. tərkibində əlavə falan heç nə yox. Təmiz yağdır. Var özü 10 manata yaxşıdır. Bunlar da onun Hə, bunlar da qutularıdır. onlardır, eyni şeylərdir. Sadəcə olaraq qoxu fərqləri var. Hə, ətirləri Xanım fərqlidir. gəlsin özü baxar seçər kursunu. Hə. Yəni Məsələn bu udul hindi bitkisidir deyəsən. bəli, bəli, bəli. Udul hindi bitkisindəndir bu. Hansı ətirdir? Hətta bu hindi. alkoqolsuz. Siz deyirsən xanım Ətlər. üçün çəkirsiniz baxsın. Yox, bunun YouTube kanal bizə 100 minlərlə baxış olur. Hə, yəni onlar hamısı gələcək bura maraqlanıb. Yəni Hə, burada bir dənə məhsul qalmayacaq yəqin ki, hamısı gəlib baxacaq. Bu sandal ağacıdır. Hə? Bəli, Sandal ağacından hazırlanmış Bunlar ətir. Ağaclardır da, bitkiləridir. O Səndəl bitkilər ağacı, hazırlanan yağdır. Hə. Təmiz, təbii. səndəl ağacının ətiri burada bilinir. Yəni. Bəli, bəli. Cəmi 10 manat dediniz də. Bəli, bəli. Cəmi 10 manata bu cür keyfiyyətli, orijinal Hindistandan gətirilmə ətir. Heç bir alkoqol və ya parfum suyu əlavə qatqıları yoxdur. Sırf ətirin özü, yağın özüdür yəni. Ha, bəs, bura bəs. Bura bəs. Belə bir şey də var. Makyaj üçün, makyaj alətlərinin üçün qaltılar, daş yoxdur yəni. Bu da bir şey. Gözəl. Dənədir. Bunlar da bir dənə qalır. Zövqlü dizaynla hazırlanıb yəni. Keyfiyyətli məzmun var. Məhsullar yəni genişdir, çoxdur. Street light drop. Bu şam, Bəli, bəli. bu necə asılır, yəni belə buradan istifadə olunur. Bəli. Ətirli şamlarda deyəsən. Tam bu buraya geçersek. Bunlar kıymetli. Olmaz. Yani 10 manat. 10 manatdır. Himalay organik sos. Üretim. Bunlar da bir bakların bile kapsüllar da var. Liquid form. İçi natural silage. Enerji. İnsana yani enerji Natural silage. Resin. Bu şey məzundur da belə deyəydi. Var bir istifadə olunur da belə. Bu da onların tabletkalarıdır. O qaşıqdan belə istifadə edir. Eyni istifadə. Kapsül. Kapsul olur. Multivitamin 100% natural from Himalaya. From India. Ha, maraq. Necə enerji verən vasitəsi insanın Body power. Var. Energy. Tabii. Stamina. Weight management. Təbiidir də bunlar. hamısı təbii bitkilərdən We hazırlanır. understand. I am saying ki. We understand. Don't worry.
Bunlar tam təbii. Baxın üstündə də yazılıb enerji power. Enerji güc vermək üçün istifadə olunan tabletkalar. Bitki tərkibləri. Bəli, bitki tərkibi, bəli. Bunları uşaqlar xaric, yəni böyüklər istifadə edə bilər. Bəli. Kapsul formasında. Baxın. Kapsul forması. Və bir çox buna bənzər bazarlarda, dükanlarda yayılmış məhsullarda asıllıq yaradan, zərər verən xüsusiyyətlər var. Bunlardan ama Hindistanların bu məhsullarında tam zərərsiz şəkildə, tam təbii vasitədir. Güc vermək, enerji vermək üçün təbii. Əla. Yeah. What woman, men and women of what? Həm xanımlar, həm də kişilər istifadə edə bilər. Enerji verir. Bu qida şəkli, yəni qaşıqla yemək şəkli olandır. Bu da kapsul şəklində olandır. Qiymətlər necə oldu ya? How much? How much? Saniye, how much? Prices. 25 minutes. 25. Both 25 tane. hər ikisi 25 manat. 25 manatlar ikisi. Maraqlı. Çox gözəl məlumatlar trend oldu. Bunlar da Burada- tərkibi yun və ipəkləndirilir. Bəli, bəli. Orada Ne güzel geyimler var. Yaşa geyimlər də var. Hind geyimlərdir. O tərkibi Yazlıq maldır. Bu nədir belə? Dondur. Yox. Yufka. Yufka. Bəli, qadınlar çox qalın. Qadın. yundur, təbii kaşmir yundur. Bəli, təbii. Necə geyinib şəhərdə gəzə bilərsən. Təbii yundan. Təbii Hindistanın yun məhsuludur. Çox gözəl dizaynla, zövqlə hazırlanıb. Yaxşı şəkil çəkdirmək olar buna geyinib. Xanımların sevimli videosu olacaq bu. Ya. Çox Xanımlar bəyənsin videonu, bəylər də bəyənsin. Qiymətlər necə bu? Yorum elə bir şey də var. Beləsi də var. Elə bir şeylər də var. Kətan təmiz, təbii kətandan hazırlanmış. Kətandan hazırlanmışdır. Kişi üçündür o. Kişi üçün. Kişi üçün təbii kətandan hazırlanmış köynəklər. Çeşidlər çoxdur. Hər birinə. Çeşid çoxdur, bəli, bəli. Çeşidlər Buradan çoxdur. ikinci bir videoda da yəqin ki hazırlayacaq. Ha, This is interesting. This is him. This black. Ah, This is headache, pain. when disaster grip, they can use it. Aha. Burada baş ağrı, burada yazılıb ki bu müalicəvi bir vasitədir. Baş ağrısı olanda, soyuqlama olanda, bel ağrısı. bel ağrısı olanda bunlar qəbul edilir. Thank you, bye. Hindistan bilirsiniz ki, xalq təbabətində güclüdür. Bəli, min illərin şərqin tibbi təbabətinin təcrübəsi var onlarda. Və dünyada ən nadir ədviyyatlar, bitkilər, müalicəvi bitkilər və Hindistanda, Hindistan ərazisində təbii şəkildə yetişir. Maraqlı tez-tez şey, video çox gedir, sonra maraqlı çətin. Bunlar balzam kimi istifadə olunur yəni. Ha. We can use this like a balsam, like cream. Like this cream, this is cold. Ha. This is cold is what is this? What is that? There and there you just relax. And here written backache. When backache, they can like cream, like balm. Sonra tiger balm. What about? Pain. Foot pain. There pain, back pain, gutna pain, pupu pain. Bone. Yeah, bone. Oynaqlar, sümüklər üçün olan vasitədir. Onların ağrısını Tiger kəsir. olsa da onu buranlar. Bəli, üstə tiger var, tiger balzamı. Peki her o This prices are much less than this. Prices. This is 5 mana. 5 manat. 5 manat çox 5 manat. This also Münasibət 5 manat. And This is this also 5 manat. Çox ucuz. ucuzdur. Very cheap. And original from India. Çox ucuz qiymətədir. Yəni. Look at the other there. This called Rudraksh. This is Rudraksh. This is Tulsi Mala. This is Rudraksh. This is Tulsi Dupsi and Rudraksh. This is mind relax and money is calm. No fighting. Very relaxed this is. You speak English? Then like this. This tech.
Maraqlı məhsullar var həqiqətən də burada dostlar. Bu cür video çəkirəm sizlər üçün. Mütləq kanala abunə olun. Baxıram ki, kanala abunə olmayanlar da videonu izləyən daha çox. Belə gözəl bir Dovun belə görünəyini tapmışam burada sabunla. belə bir gözəl Hindistan sabunu sandal ağacı Sandal. istifadə olunub bu hazırlanması. Bunlar ancaq burada satılır. Başqa marketlərdə yoxdur bunlar. Hindistan marketində buradadır, təbii. Bu Boroplus var burada. Maraqlı, yəni ki, əşyalar var. Sürmə belə göz ətrafı, yəni göz makyajında sürməklə istifadə olunan sürmədə qaş göz üçün. Hiper belə çox qara rəng verir. Aha, çox maraqlı. Perfume spray This is perfume. parfum Aphrodisia this is name, yes? Yeah. Made in India. Bəli, bu hamısı Hindistandır bu. Bu parfümün belə dedə, parfüm spreyinin tərkibi burada yazıb. Sandal ağacı, Afrika vilotu, amber, adını birinci dəfə gördüyümüz yəni bitkiləri, ədviyyatlar var. Bunların jasmin, limon, mango, yəni bu müxtəlif bu ədviyyatlardır. Çox möhtəşəm ədiyyatlar var. Frangipani, Kamasutra, Golden Wood, yəni müxtəlif bitkilər. Is this they use for aphrodisiac? For aphrodisiac? I don't know what. Is this Kamasutra aphrodisiac? This is also this one. Yeah. This is available here. Okay, Price is Almost. olmaz. Bura bəsdir şükür. Bura bəsdir. Keçək bu səfər. Göz üçün damcılar, yəni bunlar hidroksidən şeyin olmayan Maraqlı məhsullar var. kosmetik vasitələr, yəni Bəli, və Hindistana aid. Yaxşıdır bura. kosmetik vasitələr çox deyil. Dərman kimi də istifadə olunan. Bujteriyalar da var. Yəni əsas mən burada qida və kosmetikaları çəkib göstərəcəm. Biraz geyimləri. We want to take a video for our YouTube channel. Could you inform about your products? This is an Aslim natural Made stock. from Yeah, this made from India, Jaipur, Rajasthan. This manufacturing my own factory. This all natural stones. This tourmaline, this emerald, this hamısı ruby, təbii daşlardan this hazırlanır. opal. This all natural stone, not hamısı artificial. Original, Original, real taş. Çox This tourmaline. orijinal mineral daşlardan hazırlanır. Yəni süni deyil bunlar heç biri. Hamısı təbii və orijinal daşlardır. This zamrud. Zümrüt, orijinal zümrüt. Original. Heç zümrüt daşı var orijinal. Yeah. This also natural stone. Qiymətləri də Real stones, rings, real semi-precious stones. Gold. No. This is a gold plated and real natural stone. This stones natural. Stones original and this gold plated. Yəni bu üzüklərin üzərindəki daşqaşlar orijinal mineral daşlar yəni süni deyil. qiymətlər How much prices? There's different prices. 20, this one 50, 80, 100. This one on base. Bunlar 10 manat, 15 manat. Bunlar for example this 50, This one 20. 20, 20 manat, 20 manat. O birislər sonra zümrüt neçədir? zümrüt daşı. How much? This one 20. Bu da bunlar çox yox, bir dənə. Bir dənə, hə. Belə cəmi şəklindədir. Bunun bir dənə belə sepi də, yəni burada bir 10-15 dənə sep var. Bir dənə belə sepi 20 manat. Süper. Thank you. Sonra belə maraqlı geyimlər, yəni şallar, qablar, kaşloklar, cibliklər, şallar, Hindistanlı. Belə dostlar,
dostlar. Mütləq videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanala abunə olun. Növbəti videolarda görüşənədək mütləq bu cür maraqlı videonu bəyənmək lazımdır, kanala abunə olmaq lazımdır, şərhlərdə öz fikirlərinizi bildirmək lazımdır.